Gənclərlə bağlı dolğun, ətraflı məlumatı əldə etmək istəyirsinizsə dostlar, onda mən sizə yalnız Maki xəbəri tövsiyə edə bilərəm. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən Nizami Gəncəvi yaradıcılığı, mənəvi dəyərlər və vətənpərvərlik mövzusundakı onlayn esse müsabiqəsinin nəticələri açıqlanıb. Mükafatlandırılma mərasimi Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevin çıxışı ilə başlayıb. Möhtərəm Cənab Prezidentin 5 yanvar 2021-ci tarixli müvafiq sərəncamı ilə Azərbaycanda Nizami Gəncəvi ili elan olunub və bu ilə bağlı müvafiq tədbirlər planı təsdiq olunub və artıq müxtəlif maraqlı layihələr, tədbirlər keçirilməkdədir və əsas hədəf də ondan ibarətdir ki, böyük şəxsiyyətimizin yaradıcılığını həm ölkə miqyasında təbliğ etmək, həm beynəlxalq miqyasda təbliğ etmək, daha çox onu araşdırmaq və biz düşündük ki, gənclərin iştirakı ilə belə bir layihəni həyata keçirdik. Nizami Gəncəvi yaradıcılığına tanış olan gənclərimiz onu müxtəlif dillərdə, o cümlədən sosial media üzərindən də beynəlxalq miqyasda geniş təbliğ etməlidirlər. 101 nəfər gəncin iştirak etdiyi müsabiqədə ilk onluğa düşən esse müəlliflərindən 1, 2, 3-cü yerin qalibləri müəyyən olunub. Mən Gənclər və İdman Nazirliyinə öz təşəkkürümü bildirirəm. Nizami ili çərçivəsində belə bir müsabiqənin keçirilməsi çox böyük bir nailiyyətdir və burada mənim də birinci yer tutmağım mənim üçün çox böyük bir fəxirdir. Biz həmişə Nizami Gəncəvi yaradıcılığını oxumalı, öyrənməli və yenə də təbliğ etməliyik. Müsabiqədə məhz Nizami adına öz fikirlərimi qeyd etmək üçün iştirak etdim və təşəkkür edirəm ki, Gənclər və İdman Nazirliyi bu istiqamətdə bizə qiymət verdi. İlqar Fəhmi, Tərlan Quliyev, Arif Buzovnalı kimi münsiflər heyətinin yer aldığı müsabiqənin əsas məqsədi Nizami Gəncəvi yaradıcılığının gənclər arasında geniş tətbiq edilməsidir. Bugün Magi'də biz imtahanlardan danışdıq. Nə qədər desək də ki, həyəcanlanmayın, narahat olmayın, yaxşı olacaq. Amma inanın, o mərhələni keçdikdən sonra anlayacaqsınız ki, həqiqətən də o qədər də çətin deyildi, asan idi. Yetər ki, bu işin öhdəsindən gəlməyi bacarasınız. Bugünlük Magi'dən bu qədər dostlar. Növbəti yayımlarda görüşmək ümidi ilə. Hələlik!